Salam əziz dostlar, bugün istəyirəm çox ləzzətli bir umac halvası örgədim. 2 livan unu əliyib, 1 istikan sütə, 20 qram kərə vurub, ocaq üstə qoyub, kərə əriyəndən sonra ələnmiş unun üstünə qaşıq-qaşıq töküb, iki əlimizin arasında ovuruq. Diqqət eləyin ki, sütü qaşıq-qaşıq əlavə eləyin, birdən-birə əlavə olunsa xəmir olur. Mən 5-6 qaşıq sütlə bu umacı əldə elədim. Filmdəki kimi umac düzəltdikdən sonra bir dəsmal açıb, ələh qoyub və umacımızı əliyirik. Ələnənləri əliyib, ələnməyənləri ələyə sürtə-sürtə ələkdən keçirdirik. Sonra umacları sərib bir neçə saat zaman veririk ki, qurusunlar. Şərbətini hazırlayıram. 2 livan şəkər və 2 livan suyu əlavə edib, ocaq üstə qoyuram ki, qaynara gəlsin. Quruyan umacları 10 dəqiqə qovurub, yarım stəkan duru yağ əlavə edib, 50 qram da kərə artırıram. 45 dəqiqə qovururam. Yaxşıca qızardıqdan sonra sevdiyiniz qədər zəfiran və şirəni hamısını əlavə edib, dənbul qoyub və zaman verirəm, şirəni özünə çəksin. Hərdən bir qarışdırmağı da unutmayın. Bu halvanı doşabla da örgətmişəm, postlar arasında tapıb baxa bilərsiniz. Türk dünyasının ləzzətli reseptlərini istəyənlər peycimə baş vursun. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.